hara gedəyin növbəti buraxılışı hardadır? Qusarda. Qusar bölümümüz də digər bölümlərimiz kimi çox maraqlı olacaq. Gəzməli, görməli yerləri bir də sizə göstərəcəyik. Getdik! Səhər tezdən gəlib Qusara çatdıq, fikirləşdik ki, səhər yeməyi yeməliyik. Ona görə gəldik Rancher restoranına. Burada səhər yeməyi çox möhtəşəmdir. Gedək, səhər yeməyinin dadına baxaq. Hələ günorta yeməyini deməyəm. Ay, çox dadlıdır, çox. Bax, Qusarda səhər yeməyi belə olur. Ləzgi çörəyi, yanında ləzgi fəsəlisi, kükü, sayda. Glazoku, pendiri, süzməsi, cemi, hər şey organik. Buna bax, hər şey var da. Amil, mən çox yerdə fəsəli yemişəm. Bu fəsəli bir başqa dadı var da. Bəs mən sənə ona görə dedim ki, gəl Qusarda gedək Rancher restoranına. Burada səhər yeməyi bir başqa olur, fəsəli tamam bir başqa olur. İnan ki, bu nehrə yağı var ha Qusarın. Çox dadlıdır da. Hələ bu bala bax ha. Xalis baldır ya. Buna bax. Bunu götürdüm belə. Əv. Bəh. Küküyə bax, küküyə bax. Qusarın həyət toyuğunun yumurtası, bir də həyətdə bitən göyərtisi. Bundan gözəl nə ola bilər? Hara gedək, harda? Rancher restoranında. Bugün gəlmişik Qusarda ən dadlı, gözəl şirniyyatlar bişirən Ellada xanımın evinə. Gedək görə Ellada xanım bizə nə pişirir? Gedək. Ellada xanım. Ay, salam əleykum. Olar? Gəlmək olar. Bəh. Gör Ellada xanım necə dadlı şirniyyatlar pişiribdi. Necə oldu ki, bu şirniyyat işinə başladınız? Əslində bir vaxtlar var idi ki, biz çox dara düşmüşdük, çətinə düşmüşdü də. Ona görə qərar verdim, evdə oturmuşdum elə-belə. Qərara gəldim ki, yəni bir nəsə bişirib satım. Çox gözəl keks bişirirdim. Hələ ondan da başladım, keks bişirdim. Qardaşım mağazada işləyirdi. Qardaşıma dedim ki, 2 kilo keks var, sata bilərsən. Dedi ki, hə, gətir, sataram. Götürdüm, satdım. 2 saatdan zəng elədi ki, yenə 3 kilo gətir. Tez pişirdim. Sonra orada bir qız var idi, mağazada, yan mağazada. Dedi ki, tort pişirə bilərsənmi? Mən əslində tort pişirməmişdim. Amma qıza dedim ki, bəli, pişirərəm. Gəldim, internetdən baxdım, elə tort pişirdim. Elə gözəl tort alındı ki, birinci dəfə çox gözəl alındı. Yəni pişirdim, satdım. Ondan sonra başladım yavaş-yavaş tort, başqa desertlər öyrənməyə başladım. Sonra istədim oxuyum bunu, yəni desertlərə aid bir nəsə oxuyum. Getdim Bakıya, orada Master Akademiya var idi. Oraya girdim. Orada elə bir 3 ay, 4 ay orada gedib gəldim, Qusardan gedib, səhər gedib, axşam gəlirdim. Yəni orada bir nələrsə öyrəndim. Sonra ən favorim Xəyalə xanım var, Sumqayıtda, Xəyalə Səfərli. Ondan hər şeyi öyrənirəm, hələ də öyrənirəm. Uşaq 2 ildir də, pastayanı gedib gəlirəm, öyrənirəm. Yəni bugünə tam konditerəm, diplomlarım da var. Həm yarışda iştirak eləmişəm, Bakı Kulinariya Assosiasiyasının 3-cü yer
o tutmuşam. Sonra yəni diplomlar, sertifikatlar çox var hər şeydən. Hər şeydən başım çıxır. Həm konditoram, işləyirəm. Mən sual vermək istərdim. Nəyə görə şimal bölgəsində, özəlliklə də Qusarda şirniyyat deyiləndə Ellada xanım yada düşür? Çox qəşəng alınır məndə həm tortlar, həm bütün desertlər. Deyirlər ki, yəni ən dadlısı budur. Yəni 10 ildir ki, mən bu işdəyəm. Artıq 10 ildən də çox olur yəqin ki. Həm də hər şey çox gözəl bişirirəm. Hər şey çox gözəl alınır, dadlı alınır. Bütün müştərilər razıdır. Kafelər üçün bişirirəm, restoranlar üçün bişirirəm. Yəni evdən də satış edirəm. Hələ ki cexim yoxdur, amma fikirləşirəm ki, yavaş-yavaş cex də açacağam inşallah. Adamın ağzını dəriyle, həqiqətən valla. Amir, nə oldu? Ay qız, nə olacaq? O qədər dadlıdır ki, ürəyim getdi. Hə, o düz deyilsən, onda getsin, onda getsin. Amir, sən hələ bunun dadına bax, elə bir dondurma deyim. Mən dadına baxmışam, sən bişirməyi öyrən. Görürsən, camaat iş görür. Hələ. Öyrənəcəm Ellada xanımdan. Tartalet deyirəm, sənə tartalet. Sən də aşama öyrən də bişirməyi, sən də bişir. Marmalat deyil əbi ki. Görürsən, əndə sən də kartoşka soymağı öyrənmişsən, amma camaat kartoşka şəklində şirniyyat bişirir. Ellada xanım, bunu yanınıza kursa göndərəcəm özdə. Biraz öyrənsin, deyilməkdən şirniyyat bişirsin, biraz irəliyək də. Yedik dadına baxdıq, həqiqətən də çox dadlıdır. Hiss olunur ki, təbii məhsullardan istifadə olunubdur. Bu düzdürmü? Yəni düz fikirləşirəmmi? Mən hər məhsulu orqanik seçirəm. Malina məsəl üçün bizim bağımızdandır. Çox şey, yəni burada elədir ki, Qusarda çox şey orqanikdir də. Yəni şəhərdə tapa bilmədiyi şeylər burada tapılır. Qaymaq çox gözəl qaymaqdır. Sonra krem çizdən istifadə edirəm. Ən qəşəng krem çizdir. Başqa meyvələr də bizim öz bağımızdan, burada yerli meyvələrdir. Hara gedək? Harda? Ellada xanımın evində. Hara gedək? Harda? Good Home-da. Çox gözəl pərdələriniz var gördüyüm kimi. Biraz məlumat verərdiniz. Bizdə pərdələr çox geniş çeşidlədir və hər müştərinin cibinə uyğun olaraq çox münasib qiymətdədir. Necə mebellərdə olduğu kimi, eləcə də pərdələrdə ünvana gedilərək ölçü götürülür, istənilən çeşidlə tikilib, hazır şəkildə hətta evə asılması belə mümkündür. Hər şey aldıq, qaldı pərdələr. Gedək, onu sonra alarıq. Hara gedirik? Düz pərdənin yanındasan da. Seçək birini, götürək, gedək də. Hə, sən seç, mən gedim maşında otururam, pulun verərsən. Amil, bax, mən bunu istəyirəm. Bu yumşaq mebeldir. Hə, çox rahatdır ya Amil. Necə gözəl rəngi var, parçası var. Al bunu mənə. Bu yatdı ki, gör necə yumuşaq divandır ki, adamın laf yuxusu gəlir. Mən də yatım. Amil, bu masa dəstini alırıq. Bilirsən niyə? Çünki bu masa açılıb 10 nəfərlik də olur. Ona görə əsl bizdə. Almışam, yüklətdirmişəm maşına, gəl. Sən Allah. Bax, belə şeylərini xoşlayıram da bu kişinin. Gəlirəm. Dedim qara soyuducu. Mən deyirəm ağala. Ay bala, mən deyirəm qara yaxşıdır, qaranı alar. Elə qara səni kimi qaralı, mən ağalmaq istəyirəm. Dedim qara da. Əsəblərimi oynadır.
Burada televizorlar çox ucuzdur. Birini yataq otağına, birini də mətbəxə. Mən 4-ünü alacağam. Sən dinmə. Uje yükləyirlər maşına. Gəl. O, dur. Geç. Bax, şimal bölgəsinin özəl qardırobu. İstəyirsənsə evə bunu özümüz üçün yığdıra bilərik. Özdə o qədər geyimlərim var ki, əsl bura elə mənli idi. Çox xoşum gəldi, Amil. Başqa Bax, çox dırdır eləyirsən. Elə sən burada qal. Amil, bu yataq dəstinə bax. Əsl bizim evə uyğundur. Necə rahatdır, özü ortopedikdir ya. Amil, bu əsl bizim evimizin dizaynerinə yaraşır. Gözəldir. Bizim bildiyimizə görə hazır mebeldən başqa siz sifariş əsasında da mebel qəbul edirsiniz. Bəli, təbii ki, mağazada gördüyünüz kimi hazır mebellərdən əlavə olaraq da biz müştərinin istəyinə və ölçüsünə uyğun olaraq mebeli hazırlayıb tam səliqəli şəkildə təhvil veririk. Mətbəx mebelləri, yataq qonaq dəstləri və eləcə də qardırob mebellərini. Dizayn işlərini ümumiyyətlə necə həyata keçirirsiniz? Evə baxış keçirirsiniz, yoxsa necə müştəri özü gəlir, şifahi olaraq ya əyani olaraq? Biz müştərinin evində öncə qonaq oluruq və dəqiq ölçü götürdükdən sonra tam keyfiyyətli materialla müştərinin istəyinə uyğun istədiyi mebel ona təhvil veririk. Gəlmişik Qubanın adla deyilən Fətəy restoranına. Mən adını eşitmişdim, üzünü görməmişdim. Gedək görək, nə teyamlar yeyirik burada. Getdik. Getdik. Xatırladım ki, Fətəy restoranı uzun illərdir fəaliyyət göstərdiyinə görə ilin hər fəslində iş mövsümünə hazırdır. Ələxüsusda yay tətili başlayıb, yerli qonaqlarla yanaşı xarici dövlətlərdən qonaqlarımız da olur, turistlər də olur, rəsmi şəxslər də olur və bizim belə deyək, qapılarımız hər kəsin üzünə açıqdır. Qiymətləriniz necədir? Qiymətlərimiz mətbəxə görə dəyişir. Yəni bir çox restoranlara baxanda bizim restoranın qiymətləri çox münasibdir. Hər ölkənin mətbəxi var demək olar ki. Avropa mətbəxi var, Ərəb mətbəxi, Hindistan, Çin mətbəxi, ən əsası da Azərbaycan mətbəxi var. Bax, gəldik Qubada, bu Fətəy restoranına, ayaqdan başa gəzdik. Təbiətin seyr elədik, nə bilim şəlaləsinə baxdıq. Bax, orada sacda fəsəli pişirirlər, çörək pişirirlər. Onu da seyr elədik. İndi növbə nəyə çatdı? Deməli, Fətəy restoranının çox dadlı yeməkləri var. Bugün bizə özəl yeməklərdən birini pişirəcəklər, biz də dadacağıq. Bax, özüdür, gəlir. Gəlir, gəlir, dadaq da, dadaq.
nəfisdir. Gözəldir, gözəli, baldır, bal. Bu yumurta kənd yumurtasıdır. Solpada kəndin öz solpasıdır. Nə danışır? Möhtəşəmdir, möhtəşəm əla. Nuş elə, nuş elə. Amil, Nə? mənim son dövrdə yediyim ən dadlı çırpmadır. Bugün biz Qusarda yerləşən Ümid Mebel fabrikasındayıq. Şimal bölgəsində mebel dünyasına açılan bir qapı Ümid Mebel fabrikasından keçir. Gedək tanış olmağa. Gedək. Usta yorulmayasan, gəldik, gəzdik, baxdıq, həqiqətən də səliqəli, gözəl mebel yığırlar bu fabrikada. Həm zövqlü dizaynı var, həm keyfiyyəti var, həm də sərfəli qiymətdir. Mən artıq mebellərimizi sifariş eləmişəm, hazırlanır. Gedək o biri mebellərə baxaq. Gedək baxaq, gəl, gəl. İşin ən maraqlı tərəfləri elə burada görülür. Özdə istədiyin formada xırda naxışlar belə burada düzəlir. Biz sifariş elədik indi. Hə. Görəsən neçə günə təhvil verəcəklər. 7 gün ərzində düz evə təhvil verilir. Həm də çox gözəl, gözəl. Görəsən burada başqa hansı mebellər hazırlanır? Burada mətbəx mebeli, yataq otağı, qonaq otağı, hətta bağ mebelləri, qapılar, nə istəsən var da burada. Ay nə yaxşı. Gedək, gedək. Getdik. İnsan üçün sağlamlıq çox əhəmiyyətli bir şeydir. Elə ona görə də biz gəlmişik Qusara, masaj terapiya Elza xanımın yanına. Biz gəlmişik, sizə də məsləhət görürük. Mütləq gəlin. Gedək.
masaj sənə yaxşı təsir elədimi? Çox gözəl, çox əla masaj terapiya olundum. Mənə çox əhval-ruhiyyə də gəldi. Elə bil 10 yaş cavanlaşdım. Siz də əgər qusara gəldinizsə, mütləq masaj terapiyaya gəlin Elza xanımın yanına. Yəni sizə çox xeyri dəyəcək. Dincəldimi? Elza xanım, masajın faydaları haqqında zəhmət olmasa məlumat verərdiniz. Masaj insan üçün çox faydalıdır. İnsan orqanizmi həm işdə olan insanlara, həm evdə olan xanımlara çox faydalıdır. Ona görə masaja gəlmək dəyər, insan çox rahat olur, insan boyunda olan osteoxondroz üçün, onurğalar üçün çox faydalıdır. İndi ev şəraitində masajda, belə bir yerdə masajda çox fərqi var. Ona görə bir belə müalicə kimi o da olur. İnsan üçün gələcəkdə də çox yaxşı təsirləyir. Artıq çəki də, o öz diyetədə saxlayanda, biraz idmanla məşğul olanda həm masaj da çox yaxşı fayda göstərir onun üçün. Ona görə həyat tərzi kimi olanda, vaxt-vaxtında gələndə çox yaxşı olar masaja. Hər kəsə çox məsləhət görürəm ki, masaja gəlsinlər, həyat tərzində gözəl olsun, sağlam olsun, ağrısız həyat olsun həmsin üçün. Hara gəlmişik? Elza xanımın yanına masaj terapiyaya. Sən mənim başımı xarab eləmirdin ki, qusardan torpağa al, ev tikdirək. İndi mən torpağı almışam. Evi nə ilə tikdirək, nə tər tikdirək? Bəs mən səni nəyə görə bura gətirmişəm? Qusarda ən sərfəli inşaat malları Asan İnşaatda. Hətta Bakıya getməyə ehtiyac yoxdur. Qubadan belə bura gəlirlər almağa. Gəl gedə görə nələr var orada. İnanırsan, nələr yox. Bu tələsən vaxtda hara yoxa çıxdı yenə də. Bu mənim başıma nə oynasın? Mallar da yüklənməlidir maşına. Amil! Bu. Amil, özüm gizlənmişdim. O qədər bura böyükdü ki, buranın gözəlliklərini görüb mən unutmuşdum. Dedim biraz darxasam. Bu, gəl. Deyinmə yenə, gəl. Bax görürsən, burada həm aboylar da var, həm də onlara uyğun qapılar da var. Sən də deyirdin gedək Bakıya. Burada o qədər ucuzdur ki, ehtiyac yoxdur elə yerlərə getməyə. Bax, qonaq otağı üçün var, uşaq otağı üçün var, yataq otağı üçün var. Daha nə istəyirsən? Yaxşı ki gəldik bura. Yoxsa o boyda yolu Bakıya gedən kim idi? Gəl, gedək yüklədək maşına. Sən mənə qulaq assan, sən mənə qulaq assan. Nəyə görə müştərilər Asan İnşaatı seçir? Müştərilərin bizi seçmək üçün ümumiyyətlə bir neçə böyük nüans var. Əsas bizim həm qiymətdə böyük fərq yaradırıq, həm də keyfiyyətdə. Ümumiyyətlə müştərilərin əsas problemi bir malları başqa mağazalardan almaqdır. Yəni qapını bir yerdən seçir, aboyu bir yerdən seçir. Biz bunların hamısını kompleks şəkildə eləmişik və bu da müştəriyə rahatçılıq yaradır. Bizdə qiymətlər ümumiyyətlə münasib olduğuna görə bizdə təkcə Qusardan yox, Quba, Xaçmaz və ətraf rayonlardan bizim mağazaya gəlirlər müştərilər və bizdən mallar götürürlər. Zəhmət olmasa ünvanınız haqqında bizə geniş məlumat verin. Ünvan yerləşir Qusar rayonu Avtovağzal Çingiz Qurbanov 3 ünvanında Saloğlu Mebelin yanında yerləşir. Asan İnşaat. Hara gedək? Asan İnşaatda. Bunu aparaq öz başımıza. Mənə bax, bəs o biriləri necə olacaq? Özləri çatdıracaqlar. Çatdırılma da var burada. Nə yaxşı. Çəkilişimizi bitirəndən sonra dedik harda qalmaq olar? Dostumuz Şakir bizə məsləhət gördü ki, Quba Qala Resortda qala bilərsiniz.
Gözəl yerdir bura. Onda gedək qalaq. Gedək qalaq. Gedək. Axşam elə gözəl yatmışam. Meşənin içində, çayın səsi. Hələ mən belə rahat yatmamışdım. Divarın o bir tərəfindən xorultun səsindən yenə də yatdım da. Əsas odur ki, sənin dırıltın deyil, mənim xorultumdur. Mən də rahat yatmışam, özdə necə lazımdır. Yuxuda gördüm, ayı gəlir, tez qalxdım ayağa, gördüm, həqiqətən ayı gəlir. Göndərdim sən tərəfə. Nə yaxşı sən yemədi. Ayı mənlə dostdur, mən bura ona klip göndərirəm. Ona görə məni yemir. Yaxşı ye, bəlkə yedi. Əla deyib, bu baqalar resur. Buna bax. İndi isə sizi yemək yeyəndən sonra Quba Qala Resortla tanış edəcəyik.
oldu ki bu qrupu yaratmaq fikrinə gəldiniz? Çox sağ olun, xoş gəlmisiniz yəni bugünkü gündə. Sonra qrupun adı Ləzginka Assadır. Burada gördüyünüz uşaqlar da ibarətdir. Ya bundan yenə də əlavə uşaqlar var. Yəni ki, bugünkü gündə həvəs yaranıb deyə ona görə tələbat var deyə ona görə yaratmışam Ləzginka Assa rəqs qrupunu. Müəllim, neçə yaşından uşaqları rəqs qrupunuza qəbul edirsiniz? Əsas 5 yaşdan başlanır. Yəni rəqsə dəvət kimi, yəni biz dəvət edirik yəni 5 yaşdan. Amma belə baxanda yəni yaş vəhdəti yoxdur orada. Yəni həvəsi olan, istedadı olan yəni rəqsə qoşula bilər. Hara gedək? Harda? Qusarda! Amil, tat çığırtması yemişdim, amma qusar çığırtması yeməmişdim. Özü bol-bol soğan çalıdı. Gəl dadına baxaq. Ay, bəh. Qıpqırmızı deyə özü. O qədər gözəl bişiriblər ki. Həl pişibi, qız bu, həl pişib. Hələ buna bax. Bəsdir, Bir bəsdir. yeyək dadına baxaq, bir qiymət verək də. Hələ bizən nə bişir orada? Xəbərin var sənin. Çıxan deyir, çıxan. Çıxan yeməyi var, özəl qusar da var. yeməyidir. Bəli, ləzzi yeməkdir, qəşəngdir. Yumuşaq. Çıxan öz yerində. Bax, indi də qusar qutabının dadına baxacağıq. Bax, gətiriblər qaynar. Bax, Ver də, ver. bax. Uzadır, Bəh, bu istidir, ay Allah. Qaynar. Bilsən nədir? Ləldir, ləl. Uf, adamın bilsən necə cavanlığı, gəncliyi yadıma düşür. Ağzın yansın. Necə də dadlıdır. Dadlıdır, ləl. Bax, qutabımızı da yeyək, tələsmədən bir yavaş-yavaş hamısı sənindir. İndi də gedirik çıxanın hazırlanmasına baxaq. Sonra da ondan da yeyək. Qoyayım. Yeməyi o ye. Sulu yeməyə da fikir ver. Türkan xanım, sizi xoş gördük. Hara gedək verilişinin Qusar bölümündə. Bu gülü bizdən qəbul eləyin əvvəlcədən. Çox təşəkkür edirəm, çox incəsiniz. Xoş gördük bir daha sizi. Çox təşəkkür edirəm. Mən də sizi salamlayıram. Dəyərli Samirə xanım, dəyərli Amil bəy, çox sağ olun, minnətdaram dəvətiniz üçün. Mən Qusar rayonunda bugün əslində el məclisinə gəlmişdim. Sizin də gəldiyinizi eşitdiyim üçün sizinlə bir veriliş çəkməmiş mümkün değildi getməyim. Çox xoş oldu mənim üçün. Çox təşəkkür edirəm. Türkan xanım, bizə biraz öz yaradıcılığınız haqqında məlumat verərdiniz. Çox təşəkkür edirəm təkrar. Mən əslində 2 il bundan öncəyə qədər televiziyada aparıcı olaraq işləmişəm, xəbər aparıcılıq eləmişəm və ictimai bir verilişin aparıcısı olmuşam. Uzun illər gedib qonşu kanalların birində. Ancaq daha öncə mən İncəsənət Gimnaziyasında təhsil almışam, piano təhsili. Əslində musiqi təhsilim oradan gəlir. Sonra həm əslində aparıcılığı sevirəm, həm də musiqini sevdiyim üçün ikisini də bir paralel yürütmək istədim ki, bundan da zövq alıram. Çünki musiqinin mənə verdiyi zövq ayrı bir möhtəşəmdir. Bunu da özümdə bir yaradıcılığımda davam elətdirmək istədim və sizlər də əgər bəyənirsinizsə, bəyənəcəksinizsə, nə xoşdan mənə. Hal-hazırda bir mahnı üzərində işləyirəm, az sonra dinləyəcəksiniz. O mahnı yeni ərsəyə gəldi. Güney Azərbaycanımızdakı dostlarımız sağ olsun, musiqisi Əmin Əfsərə aid, sözləri də eyni zamanda. Salamlayıram buradan, Güney Azərbaycanımıza da salam olsun. Bilirəm ki, Dünya TV-ni çox izləyirlər onlar. Yeni bir musiqi də az sonra dinləyəcəksiniz. Onun üzərində işləyirəm. Artıq musiqi hazırdır demək olar, amma bir klip də çəkəcəm onun üçün mütləq və belə-belə yavaş-yavaş artıq nəbzi tutaraq davam eləyəcəyik musiqiyə. Çox gözəl Türkan xanım, var olasınız. O zaman bizim elə ilklər ancaq bizim verilişimizdə olmalıdır. Sizdən o ilk ifanızı istəyirik. Bir gözəl mahnı istəyirik sizdən. Çox böyük məmnuniyyətlə, ayrıca Çiçək üçün də təkrar təşəkkür edirəm və sevgilərimi, sayğılarımı göndərirəm. Quzey Güney Azərbaycanımıza gəlsin musiqimiz.
ürək məlhəmim, gözlərin dünyam olubdur, baxışın aləmim. Gülüşün dərdimə çarə, baxışın candı mənə. Sən həyatıma gələndən daha yoxdur qəmim. Eşqimin aləmi sən, ay hamıdan sevməli. Sənə xatir, mənə xoşdur ki olam bir dənə. Sənin isti əlinə hər gecə röyam dedim. Sənə ömrüm, sənə eşqim, sənə bu dünyada dünyam dedim. Bağrımın başında sevdiğim adını mən yazım. Ay canımdan da şirin, dildə şirin avazım. Eşkinin göyündə ulduz olaram, süzmərəm. Sənə qurban mən olum, ay olanım olmazım. Eşqimin aləmi sən, ay hamıdan sevməli. Sənə xatir, mənə xoşdur ki olam bir dənə. Sənin isti əlinə hər gecə röyam dedim. Sənə ömrüm, sənə eşqim, sənə bu dünyada dünyam dedim. Belə əhd eyləmişəm dünya boyu sənlə qalım. Darxanda qolunu boynuna eşq ilə salım. Hamının öz yarı var, sən də mənim öz yarım. Ay mənim bir dənə yarım, qadanım önalım. Eşqimin aləmi sən, ay hamıdan sevməli. Sənə xatir, mənə xoşdur ki olam bir dənə. Sənin isti əlinə hər gecə röyam dedim. Sənə ömrüm, sənə eşqim, sənə bu dünyada dünyam dedim. Buyurun. Bununla da Qusar bölümümüz başa çatdı. Bacardığımız qədər Qusar rayonun çəkib sizə göstərdik. Bundan sonra hara gedək?